Azərbaycan dili xalqımız qədər qədim tarixə malikdir. Tarix boyu müxtəlif təzyiqlərlə üzləşsə də öz zənginliyini və milli kimliyini qoruyub saxlayıb. Əlifbamız da müxtəlif mərhələlərdən keçib. Azərbaycanda latın qrafikalı əlifbaya keçid 1923-cü il oktyabrın 20-sində başlayıb. 6 il ərzində həm ərəb, həm də latın əlifbasından istifadə olunub. 1929-cu ildən ərəb əlifbasının tətbiqi dayandırılıb. Sonrakı illərdə isə kiril qrafikasına keçid baş verib. Müstəqillik illərində isə Azərbaycan yenidən latın qrafikalı əlifbasına qayıdaraq milli mənəvi dəyərlərinin mühüm simvollarından birini bərpa edib. Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun təşəbbüsü ilə 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Müstəqillik dövründə isə bu siyasət daha da dərinləşdirildi. 2001-ci il iyulun 18-də imzalanan dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərmanla Azərbaycan prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Ardınca 2001-ci il avqustun 9-da Ulu Öndər Heydər Əliyev avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması haqqında fərman imzaladı. 2003-cü il yanvarın 2-sində isə Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında dövlət dili haqqında qanun qüvvəyə mindi. Özümüzün dilimiz var, Azərbaycan dili və çox da gözəl dilimiz var. Çox zəngin dilimiz var. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir. Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Dövlət başçısı dəfələrlə bildirib ki, xarici dilləri bilmək vacibdir. Lakin bu, ana dilimizin hesabına olmamalıdır. Onun sözlərinə görə Azərbaycan dilində qarşılığı olan sözlərin əvəzinə xarici ifadələrin işlədilməsi yol verilməzdir və milli kimliyimizin qorunması baxımından hər kəs bu məsələyə həssas yanaşmalıdır. Bugün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik. Müstəqil Azərbaycan dövləti. Azərbaycanlıların yaşadıkları müxtəlif bölgələrdə vəziyyəti ilə mən müntəzəm olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm və görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan Azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, biz dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Və hər bir millət, hər bir xalq üçün onun ana dili, onun milli mənsubiyyətinin əsas amilidir. Və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bu istiqamətdə son illər bir sıra mühüm addımlar atılıb. 2013-cü ildə dövlət proqramı qəbul olunub. 2018-ci ildə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalanıb. Dövlət başçısının son qərarları ilə isə dil normalarına əməl olunmasına nəzarət daha da gücləndirilib. Mütəxəssislər hesab edirlər ki, dövlətin gördüyü tədbirlərlə yanaşı cəmiyyətin də bu prosesdə fəal iştirakı vacibdir. Ana dili ilə bağlı televiziya və radio verilişlərinin hazırlanması, ictimai müzakirələrin təşkili, dilçi alimlərin bu prosesə daha geniş cəlb olunması dilimizin inkişafına mühüm töhfə verə bilər. Mən xüsusilə qeyd etmək istəyirəm ki, məktəblilərimiz, tələbələrimiz, şagirdlərimiz bax o video nümayişlərlə Ulu Öndərin nitqlərini dinləsinlər. O nitqlərdə olan Azərbaycan dilinin həm zəngin frazeoloji qatı ilə bəhrələnsinlər, faydalansınlar, böyüsünlər, həm də bir növ desə öz dilləri ilə fəxr etməyi bacarsınlar. Bugün Azərbaycan dili dünyanın 50 milyondan çox azərbaycanlını birləşdirən mənəvi bağdır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin, tariximizin və dövlətçiliyimizin əsas dayaqlarındandır. Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü də məhz bu dəyərlərin qorunmasına, ana dilimizin zənginliyinin gələcək nəsillərə ötürülməsinə xidmət edən əlamətdar tarix kimi qeyd olunur.